Düzü ilə, əyrisi ilə, pisi ilə, yaxşısı ilə, yalanı ilə, doğrusu ilə. Bu bizik. Örnək götürüləsi ailə dramları. O mənim yanımdadır, mənə həmişə arxadır. Deyir, kişini kişi eləyər arvad, kişilikdən salar arvad. Onun o quru nəfəsi mühabbəsi. Boşanmaya səbəb olan əsas amillər. Sonra uşağımız belə qüsurlu olduğuna görə yoldaşım başladı da məndən münasibətləri pozmağa. Benim ha, nə olur ki? Mən belə eləyib gedirəm. Rusiyadadır, Rusiyadadır, evlənibdir, bir Rusdan bir qızı var. Valideyn, övlad münasibətləri. Tabii çıx yola. Çıxmıram. Çıxmırsan, get yaşa. Cahillik və nadanlıq. Yəni o müqəddəslər görmüşəm. O ruhları görürəm. Sosial problemlər. Uşağımın kurtkası beynime giymişəm. Baxın görün düyməsi bunu tikmişəm ki, bilməsin nə kimi əməyinimə giyməyə heç nə yoxdur. Əsrlərdir populyarlığını itirməyən gəlin qaynana qarşı durması. Kendine tut, hamsın yandırdı. Yalan söylüyor. Geldi evinden oğlumu geldi. Kızımın genç paladın hamsın dorgadı bağlı. Belə deyiləcəkdir. Hər həftə El televiziyasında yayımlanan bu bizik proqramında ailə və sosial problemlərin müzakirəsini Rəna İbrahimovanın təqdimatında izləyin.